Salam, hər vaxtınız xeyir olsun, dəyərli izləyicilərim. Xoş gördük sizləri. Mən Gülşən Həşimova. Bugün sizlərə imtahanda mütləq şəkildə rastlaşacağımız kurikulumdan əsas mövzu olan inteqrasiyadan danışacağım. İnteqrasiya imtahan suallarının əsas tiplərindəndir. İnteqrasiya nədir ümumiyyətlə? İnteqrasiyaya bir çox ad, bir çox məna vermək olar. Ümumiyyətlə, inteqrasiya sistemləşmiş bir növ belə deyək. Hər şey bütövləşmədir, sistemləşmədir. Yəni, inteqrasiya deyəndə biz əlaqəni o saat gözümüzün önünə gətiririk. İnteqrasiya sözünün qısacası, loru dildə mənası sistemlilik, bütövlük və əlaqədir. Deməli, inteqrasiya nəymiş? Əlaqə imiş. İnteqrasiya nəymiş? Bütövlük imiş. İnteqrasiya nəymiş? Bir sistem imiş. Bu belə. Sizin belə bu əsnada kanala abunə olun ki, izahlar yerləşdirilən zaman görəsiniz. Biz də keçək inteqrasiyanı geniş mənada birlikdə izah edək. Deməli, başlayaq. Bircə dəqiqə çevirdim. İnteqrasiyanın səviyyələrindən başlayaq. Ümumiyyətlə, inteqrasiyanın 3 səviyyəsi var və yaxud 3 növü var. Səviyyə, növ, eyni bir şeydir. Başladıq birinci fəndaxilidən. Fəndaxili nədir? Fəndaxili adından da görünür. Fən daxili, yəni bir fənnin içərisi, özü. Deməli, fəndaxili nəymiş? Bir fənnin içərisi, özü. Fənnin daxili, içi. Deməli, fəndaxili inteqrasiya eyni fən daxilində inteqrasiya deməkdir. Deməli, bildim ki, fən daxili, fənnin daxili, içərisi, özüdür. Eyni fəndən söhbət gedir. Sonra gəlir ikinci. Səviyyəmiz və yaxud növümüz fənlər arası. Fənlər arası, bu da adından görünür. Fənlər arası. Artıq bir fənin içindən çıxdı. Bir neçə fəndən şaxə ata bilər. Bəzən deyirlər ki, Gülşən müəllim, fənlər arası deyəndə yəni bir dənə fəndən ancaq əlaqə olar. Xeyr, 10 dənə. Hətta 10 dənəni nəyə görə etdim? Yəni çox da ola bilər. 2 dənə, 2, 3, 4, yəni hətta 10-a kimi gedə bilər. Düzdür, çox olması yaxşı deyil. Amma hər bir halda yəni fənlər arası birdən çox fəndir qısacası. Yəni, müxtəlif fənlər arasında əlaqə. Üçüncüsü isə fən üstü inteqrasiyadır. Fən üstü isə, baxın, fən üstü həyatla. Artıq burada üst səviyyədir. İnteqrasiyanın ən ali növüdür fən üstü. Həyatla əlaqə. Artıq burada dərsdən kənara çıxıram. Həyatla əlaqələndirəm. Gəlin bir daha. İnteqrasiya nə idi? İnteqrasiya sistemləşmə, bütövləşmə, əlaqə. İnteqrasiyanın neçə növ var? 3 növ var. Fən daxili, fənlər arası, fən üstü. Fən daxili nə idi? Eyni bir fənnin içərisi, daxili. Bu adlanır fən daxili. Bəs fənlər arası nə idi? Müxtəlif fənlər arasında əlaqə. Birdən çox fən arasında əlaqə. Bəs fən üstü nə idi? Həyatla əlaqə. Yəni, həyatla keçdiyimi artıq həyatla əlaqələndirəm. İndi gəlin, başlayaq fən daxilini biraz sizin üçün xırdalayım. Çünki imtahana düşür. Deməli, fən daxili inteqrasiya özü 2 yerə bölünür. Şaquli, üfüqi. Şaquli nədir? Şaquli siniflər arasında əlaqələnmədir. Gəlin bir nümunə verək. Tutaq ki, siz riyaziyyat dərsindəsiniz və yaxud Azərbaycan dərsində və yaxud kimya dərsindəsiniz. Uşaq oxuyur 7-ci sinifdə. 7-ci sinifdə filan nəyisə keçirsiniz. Məsələn, tutaq ki, Azərbaycan dilindən və yaxud ədəbiyyatdan hansısa bir əsəri keçirsiniz. Ədəbiyyatdan məsələn hansısa bir əsəri keçirəm. Tutaq ki, burada obraz var, Süleyman obrazı. Mən uşaqların yadına salıram ki, uşaqlar, biz Süleyman obrazını yadınıza gəlirsə 6-cı sinifdə də öyrənmişdik. Bəs o Süleymanla bu Süleyman arasında nə fərq var? Fikir verdiniz, əlaqə qurdum. Aşağı siniflərdə yuxarıdan aşağıya keçdim. Uşaq 7-də oxuyurdu, mən 6-cı siniflə əlaqə qurdum. Bu adlanır şaquli. Yəni, şaquli inteqrasiyada siniflər arasında əlaqə var. Düzdür, eyni fənnin içidir. Fikir verdiniz, mən dedim ədəbiyyat dərsidir. Demədim, ədəbiyyat dərsindən keçdim riyaziyyata və yaxud rus dilinə. Xeyr, fən ədəbiyyatdır. Ədəbiyyat fənnini keçirəm. Süleyman adlı bir obraz var. Uşaqların yadına salıram ki, uşaqlar, xatırlayırsınızmı? 6-cı sinifdə də biz bu obrazı görmüşdük Süleyman'a. Bu Süleyman obrazına qarşı münasibətiniz, fikriniz, buradakı Süleymanla o 6-cı sinifdə keçdiyimiz Süleyman arasında nə fərqlər var? Görürsünüz, əlaqələndirmə qurdum. Deməli, şaquli inteqrasiya eyni fənnin içində olur. Çünki fən daxilinin növüdür bu. Başqa şeyin növü deyil ki.
Deməli, fəndaxilinin növü olan şaquli siniflər arasında əlaqə deməkdir. Sonra fəndaxilinin ikinci növü var, üfüqi. Bu nədir? Üfüqi inteqrasiya isə məzmun xəttlərini əlaqələndirir. Ümumiyyətcə, mən sizə bir yol deyim. Baxın, imtahana gedirsinizsə, bu izahı indi bir çox ixtisas dinləyə bilər. İxtisasınız nədirsə, öz məzmun xəttinizi əzbər bilin. Tutaq ki, ibtidai sinifdirsə, Azərbaycan dilini riyaziyyatı çox qəşəng öyrənin. Dil ədəbiyyatsa Azərbaycan dilindən ədəbiyyatı, fizikasızsa fizikanı, kimyası, yəni hərə öz ixtisasının məzmun xəttini öyrənsin. Məzmun xəttinizi öyrənməmiş imtahana getməyin. Niyə? Çünki inteqrasiyadan suallar salırlar. Siz də məzmun xəttinizi bilməsəz, üfüqi inteqrasiyanı tapa bilməyəcəksiniz. Məsələn, bax, Azərbaycan dilinin tutaq ki, dinləyib anlama, oxuyub anlama, yazı dil qaydalarında 4 dənə məzmun xətti var. Məsələn, müəllim uşaqlara nə isə oxudur, ondan sonra onun yazmalarını istəyir. Fikir verirsiniz, oxutdum, oxu məzmun xətti ilə yazı məzmun xəttini əlaqələndirdim. Deməli, burada mən ikinci və üçüncü məzmun xəttlərim arasında əlaqə qurdum. Orada testdə yazmır məzmun xəttinin adı. Ki, müəllim birinci məzmun xəttinin ikinci məzmun xətti arasında əlaqə qurub. Elə asan test haradaydı? Deməli, açın dəftəri, qəşəng qeyd edin. Deməli, müəllimlər, üfüqi inteqrasiya nəymiş? Üfüqi inteqrasiya məzmun xəttlər arasında əlaqədir. Və o məzmun xəttində siz görməlisiniz. Öz məzmun xəttinizi bilirsiniz. Görürsən ki, məsələn, tarix və zaman. Tarixlə bağlı nəsə verib burada. Burada görürəm ki, zaman var, zamandır, tarix, hər şey verib. Onu gətirir müəllim uşağın obrazın, yəni hökmdarın şəxsiyyətini əlaqələndirir. Baxıram, burada artıq məzmun xəttləri arasında əlaqə var. Məzmun xəttləri arasında əlaqə olanda bu olur nə? Üfüqi. Deməli, üfüqi inteqrasiya nəymiş? Üfüqi inteqrasiya məzmun xəttlərinin əlaqəsi imiş. Yəni, hər bir fənnin də öz məzmun xətti internetdə var, öz məzmun xəttinizi yazın, çıxacaq. Yəni, məzmun xətt deyəndə bilməlisiniz ki, hansılardır və bunları sıra ilə ardıcıl bilməlisiniz. Yenə də deyirəm, fizika müəllimi kimyanı bilməsə də olar. Öz fənninizi bilin ki, sizə inteqrasiya ilə bağlı situativ tapşırıq düşəndə, orada üfüqi inteqrasiyanı soruşmuş olanda siz biləsiniz ki, üfüqi inteqrasiya nədir? Deməli, bir daha başladıq. Deməli, biz dedik fəndaxil inteqrasiya nəymiş? Bir fənnin içində baş verən inteqrasiya, bir fənn. Bu olur fəndaxili inteqrasiya. Və bu fəndaxili inteqrasiya iki yerə bölünür. Şaquli, üfüqi. Şaquli deyəndə, məsələn, yuxarı sinifdəyəm, aşağı sinifdə keçdiyimə inteqrasiya edirəm, əlaqə qururam. Üfüqi deyəndə isə məzmun xəttlər arasında əlaqə qururam. Deməli, fəndaxili inteqrasiya bildiniz ki, nədən söhbət gedir. İndi keçək, deməli, fənlər arasından da bir qısaca danışaq, sonra keçərik fən üstüyə. Fənlər arası. Fənlər arası dedik ki, müxtəlif fənlər arasında olan əlaqədir. Bu çox asandır, elə bundan bir-iki cümlə deyəcəm. Məsələn, Azərbaycan dilindən riyaziyyat arasında əlaqədir. Daha gedib orada fənnin adını axtarmayın, orada fənnin adını yazsaydı, elə test, asan test haradaydı? Məsələn, deyir ki, tutaq ki, musiqi dərsində Gülşən müəllim notları öyrədir, həmin notları təqdimat kimi hazırlamasını istəyir. Məsələn, şagirddən. Burada baxırsan ki, notları keçdim, təqdimat kimi hazırlamasını istədimsə, təqdimat varsa, bu informatika fənnidir, təqdimat. Yəni, orada fənnin adını elə asan test verilmir. Yəni, orada fənnə aid bir elementə tutacaqsınız. O element varsa, məsələn, musiqi dərsində, məsələn, riyazi hesablama verir. Artıq başda musiqinin riyaziyyatın əlaqəsi var. Yəni, fənnin adını gəzməsin gözünüz. Elə asan test düşmür. Orada hansısa fənnə aid bir element, bir çalar gözünüz gəzsin ki, olur fənlər arası. Və bir neçə fənn arasında əlaqə ola bilər. Bəzən testlərə salırlar ki, fənlər arası inteqrasiya yalnız 2 fənn arasında olur. Xeyr, 2-dən çox da ola bilər. Yəni, o fənnin adı elə asan testlər düşmür. Sadəcə o fənnin elementləri, o belə deyək, 40 balaca növərsə biz orada görməliyik. Bu da oldu deməli bizim fənlər arası inteqrasiyamız. Ən sonuncu inteqrasiyamız da fən üstüdür. Gəlin bundan danışaq. Fən üstüdə bir balaca dəyişikliklər var. Fən üstü dedik ki, real həyatla əlaqədir. Yəni, real həyata köçürdürəm artıq. Burada dərsdə öyrəndiyimi real həyata tətbiq edirəm.
Yəni artıq uşaq dərsdə öyrəndiyi dərsdə qalmır. Real həyatla əlaqələnir. Bu adlanır fən üstü inteqrasiya. Yəni burada praktikadır. Bax qeyd etmişəm, real həyatla əlaqələndirmədir, praktikdir. Yəni gözünün önündə canlandırdığın, təsəvvür elədiyin model fən üstü inteqrasiya ola bilməz. Biz əvvəllər deyirdik ki, nə isə xəyal edirəmsə, dərslə məsələn beynimdə əlaqələndirirəmsə, bu fən üstüdür. Xeyr. Fən üstü xəyal elədiyim nəsə deyil. Canlı o iş olmalıdır. Məsələn, uşağa deyirəm ki, qəfədana əlini vursan, qəfədan sənin əlini yandırar. Uşaq gedib ora əlini vurub əlini yandırmayıbsa, bu fən üstü deyil. Yəni icra olmalıdır. Yeni dəyişikliyə əsasən fən üstü inteqrasiyada bax yazmışam buradadır. Şagirdlərə sözlərin mənaları haqqında keçən müəllim bunu evdə məişətlə əlaqələndirir, deyir. Şagird də gedib bunu tətbiq edirsə fən üstüdür. Yox, deyirəm, dediyim burada qalırsa, onun icrası baş tutmayıbsa, bu fən üstü deyil. Yəni o şeyin icrası olmalıdır ki, fən üstü olsun. Fən üstü inteqrasiya həyatla əlaqələndirmədir, bir şeyin həyatla əlaqəsidir, lakin canlı icra, yəni son dəyişiklik, əvvəllər canlı icra vacib deyildi. Amma son dəyişiklik əsasən canlı icra vacibdir, lazımlıdır, bir də belə deyək ki, mühümdür. Deməli, bir daha qaydaq başa, inteqrasiyanın neçə növ vardır? 3 növ vardır. İnteqrasiya nə idi? Sistemləşmə, bütövləşmə, əlaqələndirmə. İnteqrasiyanın birinci növü nədir? Fən daxili. Fən daxili neçə yerə bölünürdü? 2. Hansılar idi? Üfüqi, şaquli. Şaquli nədir? Şaquli siniflər üzrə əlaqə. Məsələn, 7-ci siniflə 5-ci sinifin əlaqəsi, 10-cu sinifdən 8-ci sinifin əlaqəsi. Bu olurdu şaquli. Üfüqi nə idi? Məzmun xəttləri arasında əlaqə. Amma yenə də eyni fəndən söhbət gedirdi. Fən daxilinin növüdür. Sonra ikinci növümüz nə idi? Fənlər arası. Bir neçə fən arasında əlaqə. Üçüncü növümüz nə idi? Fən üstü həyatla əlaqə. Bu da bizim inteqrasiyamız. Ümid edirəm ki, inteqrasiyadan heç bir sualınız qalmayacaq. Bu video sayəsində öyrənmiş olacaqsınız. Kanala abunə olun, izahlar yerləşdirilən zaman görün. Ödənişsiz izahlar kanalımızdan əsirgəməyi düşünmürəm. Sadəcə sizlərin paylaşması, rəy yazmağı və izahı bəyənməyi önəmlidir. Əlaqə nömrəmiz isə 055 280 59 24-dür. Bu hissədə yazılıb. Bu nömrə vasitəsilə də bizimlə əlaqə saxlayıb dərslərimizə yazıla bilərsiniz. Sağ olun, salamat qalın. Növbəti izahlarda görüşmək ümidi ilə.